Saatlı rayonundan izləyicimiz Emin Abbasov bizə müraciət edib, ünvanlı sosial yardımla bağlıdır. Uzun müddət keçməsinə baxmayaraq heç bir nəticə almadığını bildirir. Əvvəlcə onun üzünü dinləyək. Salam, hər vaxtınız xeyir. Mən Abbasov Emin Abbasov Saatçının Qaran kəndi sakiniyəm. Xahiş eləyərdim mənə ünvanlı sosial yardım düzəltmək üçün kömək eləyər. Noyabr ayının 7-ci sənədlər vurmuşam. 25-i gəlib yoxlayırlar, hələ 2 aydır, 2 ay neçə gündür bir xəbər yoxdur. Bəli, Saatlı rayonundan olan vətəndaşımızın müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönəltmişdi. İndi müraciətin nəticəsini bizə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Gülnar Məlikli açıqlayacaq. Bundan öncə onu qeyd etmək istəyirəm ki, vətəndaşımız Emin Abbasov sevindirici xəbəri elə canlı efirimizdən birbaşa öyrənə bilər. Saatlı rayon sakini Abbasov Emin Asifoğlu ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözgedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailəyə 1 yanvar 2026-cı il tarixindən 1 il müddətinə 492 man 83 qəpik məbləğində ünvanlı sosial yardım təyin olunub. Fevralda ünvanlı sosial yardımlar ödənilərkən vətəndaş Kapital Bankının istənilən filialına yaxınlaşaraq kartını və ödənişlərini əldə edə bilər.